Samir xeyir duanızla. Əziz məbəd, əziz qardaşlarım, bacılarım, mən Rəbbə minnətdaram hər şey üçün ilk öncə bunu demək istəyirəm. İkinci də birbaşa keçid eləmək istəyirəm vaaza. Amma vaaza keçid eləməmişdən qabaq bir dua istəyim var hamınızdan. Mən istərdim ki, bərabər biz bu duanı edək. İsa Məsih deyin sizdə. Mənimlə danış. İsa Məsih. Mən səni eşitmək istəyirəm. İsa Məsih, mənə kəlamını aydın et. Amin. Şükürlər olsun Rəbbə. Əziz məbəd, əziz bacılarım, qardaşlarım, mənim vaazımın adı olacaq Yanan kömür və İsa'nın qanı. Ona görə də kimdə varsa xahiş edirəm, gəlin birbaşa oxuyaq Əhd-i Ətiqdən. Və biz indi baxacağıq ki, müqəddəs kəlamda Yeşaya Peyğəmbər nə yazıb? Ona görə də gəlin bir yerdə oxuyaq. Yeşaya 6. Padşah Uziya ölən il mən Xudavəndi gördüm. Yeşaya deməli yazır. Padşah Uziya var idi. O həmin il ölən ili mən Xudavəndi gördüm. O uca və əzəmətli taxta oturmuş, geyimlərinin ətəyi məbədi ötmüşdü. Sonra yazır, onun ətrafında serafimlər dayanmışdı. Hər birinin qanadı var idi, 6 qanadı var idi. Onlar ikisi ilə uçurdular, ikisi ilə üzlərini örtürdülər, İkisi ilə də ayaqlarını. Və müqəddəs kəlamda yazılıb ki, onlar belə deyirdilər. Ordular Rəbbi müqəddəsdir, müqəddəsdir, müqəddəsdir. Amin. Əziz bacı qardaşlarım, mən bu yerləri oxuyanda ilk öncə bir sualım oldu. Mənim sualım bundan ibarət idi. Axı biz imanlılar kəlamı oxuyanda bizə aydın olur ki, Allah'ı heç kim, heç vaxt, heç bir zaman görməyib. Amin. Çünki müqəddəs kəlamda elə də yazır Həvari Yahya. Həvari Yahya yazır ki, Allah'ı heç kim, heç vaxtı görməyib. Amma atanın qucağında olan və Allah olan vahid oğul onu bizə tanıtdı. Bəs ortaya sual çıxır. Yeşaya Peyğəmbər necə olur ki, yazır ki, mən Padşah Uziya ölən il Xudavəndi gördüm. Əziz bacı qardaşlarım, Yeşaya burada o demək istəmirdi ki, mən bu gözlərimlə gördüm. Və ruhani aləmə daxil olanda, sənin bu gözlərindən əlavə ruhani gözlərin var. O açılır və sənə Allah nə lazımdırsa görsədir və bu adlanır ruhani həyatın həqiqəti. Hətta siz Əhd-i Ətiqi oxusanız, sizlərə də aydın olacaq ki, elə bir peyğəmbər, elə bir şəxs olub ki, o da görmək istəyib Allahı, amma Rəbb ona deyib ki, məni görə bilməzsən, məni görən insan yaşaya bilməz, ölər. Əziz bacı qardaşlarım, mən fürsətdən istifadə edib hamınıza bunu demək istəyirəm. Sən də Tanrını görmək istəyirsənsə, sənə birinci oğul olan İsa lazımdır. Amin. Çünki İsa Məsih İncildə bizlərə söyləyir. Nə söyləyir? İsa deyir ki, mən dünyanın nəyiyəm? Nuruyam. Mənim ardımca gələn qaranlıqda yeriməyəcək. Onda həyatın işığı olacaq. Əziz məbəd, bax, bizim gördüyümüz bu işıq fiziki dünyanın işığıdır. Biz hamımız bu işığın ətrafında olduğumuz üçün bu işıqda hər şey aşkardır. Qaranlıq olsa, bu qaranlıq bizim gözlərimizə təsir eləyəcək. Və biz görmə qabiliyyətimizi itirəcəyik. Niyə? Çünki qaranlıqda olacağıq ona görə. Amma biz indi işıqdayıq və işıqda aydındır ki, burada stəkan var,
planşet var və s. Çünki işıq bizə hər şeyi aydın edir. İsa deyəndə ki, mən dünyanın nuruyam, o demək istəyirdi ki, mən ruhani aləmin işığıyam. Ruhani aləmdə sənə nə qaranlıq qalırsa, İsa onu sənə aydın edə bilər. Bu günləri Tanrı, var olan Allah, həmin o qüvvə, bir neçə insan, minlər, yüzlər və milyonlarla insanlar üçün qaranlıqdır. Tanımırlar Allahı. İnsanlar dillərində deyirlər, qurban olum Allaha. Elə deyil. Amma gəldikdə Tanrını tanımırlar. Amma sən o qaranlıqdasan, o qaranlıq sənin gözlərinə təsir edib və sən görmə qabiliyyətini itirmirsən. Niyə? Çünki sənin həyatında günah var. Ona görə də insanlar Tanrını tanımırlar. Amma sən İsa'ya müraciət etsən, çünki İsa nurdur, o sənə qaranlığı aydın edəcək və sən biləcəksən ki, Allah kimdir, iblis kimdir, həqiqət və yalan, acı və şirin Allahdan olan və yaxud da ki, Allahdan olmayan. İsa bunu sənə aydın edəcək. Amin. Elə mən də bunu istəyirəm ki, Tanrı sənə bu günləri onun kim olduğunu aydın etsin. Amin. Yeşaya Peyğəmbər belə başlayır. Padşah Uzziya ölən il mən Xudavəndi gördüm. O taxta oturmuş, onun deyir geyimlərinin ətəyi məbədi doldurmuşdu. Niyə belə başlayır Yeşaya Peyğəmbər? Çünki o bunu bizə izah etmək istəyir ki, padşahlığın da müddəti vaxtı var. İnsanlar arasında padşah olan şəxslər var. Onların şahlığı əbədi deyil. Onlar dünyasını dəyişirlər və o anda onların padşahlıq müddəti dayanır. Amma mən bir padşah gördüm, o göylərdədir. Yer üzündəki padşahlar idarə etdiyi kimi o göylərdədir və o hər şeyi idarə edir və onun padşahlığı əbədidir. Ona görə o padşahdır. Və onun geyimlərinin ətəyi məbədi örtmüşdü. Niyə bunu yazır? Çünki nə görübsə onu şəhadət edirdi. Çünki adətən padşahlar uzun libaslarda taxtlarında oturardı. Yeşaya bunu demək istəyirdi ki, Allah padşahdır. Mən Xudavəndi gördüm, o padşahdır. Amma bu günləri sən və mən İncili oxuyanda, vəhi oxuyanda bizə də görsənir, aydın olur ki, İsa Məsih haqqında yazılıb, onun paltarının ətəyində, şahların şahı, ağaların ağası. İndi sual çıxır, Yeşaya kimi görmüşdü? İsa Məsih'i görmüşdü, amin, aleluya. Və maraqlısı bundan ibarətdir ki, onun huzurunda olan xeyruvlar, seraflar və mələykələr o padşahı nə edirdilər? İzzətləndirirdilər. Niyə? Çünki müqəddəsdir və bunu davamlı olaraq söyləyirdilər. Çünki onlar görürdülər bunu. Ona görə də Allahı izzətləndirirdilər. Çünki müqəddəs sözünün içinə vardıqda bizə aydın olur ki, pak, nöqsansız, ləkəsiz, tam kamil və günahdan ayrılmış bütün paklığın, salihliyin, təmizliyin, saflığın, kamilliyi, dolğunluğu, tamlığı 50-50'ye yox, hamısı %100 Allah'tadır. Ona görə də o mələklər İki qanatları ilə üzlərini örtürdülər ki, o müqəddəsliyin qabağında Tanrıya baxa bilmirdilər. Gəlin biz bunu dərk edək, görün Rəbb Allah kimdir? Onun qabağında dayanmaq mı olar? Onun müqəddəsliyinin, ehtişamının qabağında dayanmaq mı olar? Bütün bunlara rəğmən o məhəbbətdir. O təkcə padşahlıq taxtında oturub qullarına hökm etmir. O təkcə padşahlıq taxtında oturub insanlara əmr etmir. O egoist tanrı deyil. O qədər təvazökar, sadə, müqəddəs bir Allahdır ki, siz müqəddəs kəlamı İncili oxusanız, orada görəcəksiniz ki, yazılıb Tanrı bədəndə zuhur etdi.
O qədər sadə Rəbdir ki, həmin o taxta oturan şah olan Rəbb Allah uşaq bədəni alıb Məryəmin bətninə düşdü, insan kimi yer üzünə gəldi. Və Həvari Pavel belə yazır. O Tanrı ilə bərabər olduğu halda bunu özünə bir haqq saymadı. İnsan bədəni alıb təvazökarlıq və itaətkarlıqla çarmıx ölümünə dək itaətkarlıq etdi. Bu İsa Məsih idi. O baxmayaraq ki şahdır, amma o çox təvazökardır. O həlimdir, o sadədir. O yeri üzünə gəldi. Yeşaya isə belə davam edir. Deyir ki, mən deyir ki, Allahı deyir gördüm. Xidmətçilər, onun huzurunda olanlar söyləyirdilər ki, Rəbb üçün. Və deyir, bu dəmdə mən deyir ki, qeyddim, dedim ki, vay, həlak oldum. Yeşaya Peyğəmbər İsa Məsihdən 700 il öncə yaşayıb. Yeşaya isminin mənası budur, Rəbb xilas edir. Və İsa'dan 700 il əvvəl olduğuna baxmayaraq, 700 il öncə üçün Məsih haqqında peyğəmbərliklər eləyib. Və Yeşaya deyir, vay dədə, mən deyir ki, həlak oldum. Niyə? Və deyir, mən həlak olacağım. Çünki Allahı gördüm. Ağzı murdar bir adamam. Həm də deyir, ağzı murdar insanların içində yaşayıram. Bilirsiniz nəyə görə? Çünki Yeşaya Peyğəmbər Allahı görmüşdü. Ona görə də özünü gördü. Tanrını görəndə insan özünü görür. Ağzı murdar bir adam. Küfür, söyüş, lənət, qarğış, bəla arzulayan, yuxarıdan aşağı sözlərindən istifadə edən bir şəxsəm demişdi. Peyğəmbər Allahın önündədir deyir. Mən murdaram. Yadımdadır, biz uşaq ikən həyətdə oynayanda analarımız bizi təmiz paltarla və biz çıxırdıq həyətə oynamağa. İndi biz uşağıq da, neyniyək? İndi nədə oynadıq? Oppanırıq, oynayırıq, istər-istəməz üstümüz batır. Bizim qonşuluqda valideynlər görəndə ki, onların uşaqlarının üstü palçıqdır. Bilirsiniz, ana övladına deyirdi, səni görüm, yetim qalasan. Uşağın üstü batıb. Bundan ötürü valideyn ana uşağına lənət oxuyurdu. Sonra deyirdi, kül olsun sənin atovun başına. Hə, yox yazıq ata neynəsin? Nə də olduğu atırları atağın üstünə. Elə söylən daha atalardı, işləyən də atalardı. Hə. Sonra da nəsə bir şey olanda, indi həyatdır da, ata ölür, analar qayıdır. İmkanınız yoxdur. Bizə gətirəniniz yoxdur. Ərim ölüb. Sən uşağına qarğış eləyirsənsə, əlbəttə ki, axırda el olacaq. Yadımdadır, bizim iman etmiş bir insan var idi. O danışırdı ki, mənə ki, Sübhan, mən deyir, imanına gəlməmişdən öncə söyüşlər deyir, ağzımdan deyir ki, çıxırdı. Deyirəm ki, məni qeydirdi ki, deyir, bax, birinci deyir, bax, özünü söyürdüm, atasını söyürdüm, böyüyünü söyürdüm, ənkəsini söyürdüm, sonra da yenə söyürdüm. Deyirəm, sən neynəmirsən? Deyir, hə, deyir, bilirsən amma bir şey oldu, deyirəm, nə? Dedi, imana gəldim, Allah məni təmizlədi. Sizə bir şey demək istəyirəm. Küfür, söyüş elə bir şeydir ki, yaşamışıq onu biz. İnsan söyüş söyəndə onun içində bir hiss olur. Hansı hiss? O söydükcə həzz alır və söymək istəyir. Doğrudan deyirəm. Söyürsənsə, məsələn, böyüyünü, anasını, atasını və sən başlayırsan söyməyə. Bilirsiniz nə üçün? Çünki biz vəhi oxusaq,
Həvari Yahya yazır ki, mən vəhşi heyvanın başında bir şey gördüm. Vəhşi heyvanın üstündə küfür dolu adlar qeyd olunmuşdu. Sən demə, iblisin üzərində söyüş, küfür, bütün bunlar iblisin adlarıdır. Və insan söyəndə, küfür edəndə, qarğış edəndə, bəla arzulayanda o iblisi çağırır. Amma biz müqəddəsdir, izzətlidir, mərhəmətlidir, xeyirxahdır bu sözləri deyəndə biz Rəbbi izzətlendiririk və onun ruhu bizim aramıza gəlir. Və insan söydükcə iblis insana yaxın gəlir. Və o münaqişə ruhu olan iblisin ruhu səni başlayır daxildən nə etməyə? Alovlandırmağa. Və sən də başlayırsan söyməyə. Və sizə bunu deyim ki, cinayətkarların çoxusu bunu etiraf edirlər. Mən 5 dəqiqə və yaxud da ki 1 dəqiqə qəzəbimi yatırtsaydım, cinayət etməyəcəkdim. Sonra etiraf edən insanlar var. Mən deyir, söyməsəydim, dilimə hakim olsaydım, mən qarşımdakı insandan zərbə almayacaqdım. Mən dilimə hakim olsaydım, bu şey mənim həyatımda olmayacaqdır. Müqəddəs kəlamda mənim sevdiyim bir ayə var. Gəlin baxaq görək bizə bu ayə nə deyir. Deyir, yaxşı adam yaxşılıq xəzinəsindən yaxşı şeyləri çıxarır. Pis adamsa pislik xəzinəsindən pis şeyləri çıxarır. Çünki ürək doluğundan ağız danışar. Sən demə o murdar ağızlı küfür söyləyən, natəmizlik edən, söyüşlərdən istifadə edən insanların problem dilindən əlavə onların ürəyindədir. Mən nə vaxta qədər İncili oxumamışdım, mən dərk etmirdim ki, sən demə İsa Məsih orada bizə deyir ki, bütün bu şeylər insanın ürəyindən çıxır və insanı murdar edir. Deməli problemimiz var. Hardadır? Bizim ürəyimizdədir. Bizə nə lazımdır? Həkim lazımdır. Bizə nə lazımdır? Şəfa lazımdır. Bizə nə lazımdır? Əməliyyat. Bizim əlimiz ürəyimizə daxil ola bilsəydi, oradakıları təmizləməyə şansımız olardı. Amma bu gözə görsənən xəstəlik deyil. Bu ürəyə aid olandır. Və ona görə də İsa Məsih gəlib ki, təbibdir ki, o xəstələri şəfa versin. Yadınızdadır da nə deymişdi İsa İncildə? Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. Amin. Yeşaya deyir, vay murdarım insanam mən. Xudavəndi görmüşəm. Bu dəmdə bilirsiniz nə olur? Qurbangahda yanan bir kömürü alır əlinə, həmin nədə onun adı, o mələk sürtür onun ağzına və deyir, günahın silindi, təqsirin bağışlandı. Əziz bacı qardaşlarım, müqəddəs kəlamı oxuyanlar, biz dəfələrlə bu yerləri oxumuşuq. Heç sizin sualınız olub ki, niyə qurbangahdakı kömürlə Yeşayanın ağzını mələk vasitəsilə Rəbb Allah təmizlədi? Mən də 25 il idi ki, bu kəlamın o hissəsini oxuyuram. Mənim üçün kömür qaranlıq idi. Axı mən demişdim vaazın əvvəlində, İsa nurdur. Onda hər şey aşkardır. Maraqlandım, araşdırmağa başladım. Rəbb mənə bunu aydın etdi. Sən demə kömür, insanın orqanizmində, bədənində bütün zərərli maddələri çəkir, rədd eləyir. Sən demə kömür, insan orqanizmdə olan zərərli maddələri özünə çəkir. Sən demə kömür, bütün insanın orqanizmdə olan zərərli maddələri təmizləyir.
Amma indi biz deyə bilərik, Yeşaya kimi mənim görüntüm olmayıb axı. Mələklə qarşı-qarşıya gəlməmişəm. Məni kim təmizləyəcək? Mən isə bunu sənə deyirəm. Bir qurbancaq var, o çarmıqdır. Hamı üçün, bəşəriyyət üçün. Və Allah belə deyir. O bütün dünyanı elə sevdi ki, vahid oğlunu qurban verdi. Bunu ona görə etdi ki, ona iman edənlərin heç biri həlak deyil, hamısının əbədi həyatı olsun. Mənim vaazımın adı buydu, yanan kömür və İsa'nın qanı. O qurbancaqda, o çarmıqda olan İsa'nın qanı bizim bütün günahlarımızı təmizləməyə qadirdir. Və sonradan Yeşaya 53'ü oxusanız görəcəksiniz. O Məsih haqqında yazır. O bizim günahlarımızı üzərinə aldı. Və bizim günahlarımıza görə əzab çəkdi. Ki biz onun yaraları ilə şəfa tapaq. O sanki kömürün rolunu oynamışdı bizim həyatımızda. Ona görə də onun mənası müqəddəs kəlamda o idi. İsa'nın qanı ondan üstündür. Kömür yandırır, məhv etdiyi kimi, od yandırıb təmizlədiyi kimi, İsa'nın qanında təmizlik var və belə yazılıb. Əgər biz günahlarımızı etiraf edəriksə, sadiq olan Allah bizi təmizləyib, bizi bağışlayacaqdır. Və İsa'nın qanında həyat var. Çünki qan axıdılmadan da bağışlanma olmur. Niyə? Çünki qanda həyat var. İnsana həyat lazımdır. Biz günahdan vasitəsilə öldük. İblis bizi günah vasitəsilə öldürüb. Ona görə biz insanlar ölü olmuşuq. Nə eşitmişik, nə də ki başqa bir şey. Biz Tanrı ilə münasibətimiz, ünsiyyətimiz olmayıb. Amma bugün bir maniyə var, o günahdır. İsa Məsih gəlib ki, onu bizdən azad eləsin. Ağzından çıxan söyüş, küfür. Hətta bunu da demək istəyirəm. İndiki dövrün, indiki zamanın küfürləri var. Şimdi biri insandır da, biri bir şey səhv eləyibsə, əgər o insanda bu şey yaxşı olmayıbsa, yaxşı o kimdənsə bu şeyi yaxşı edə bilmirsə, qarşıdakı insanlar deyirlər, bilirsiniz nə deyirlər? Sənin başın üçün deyil. Belə baxırsan ki, bu söz söyüş deyil. Amma bu sözün içində alçatma ruhu var. Bu sözün içində yuxarıdan aşağı baxma var. O da murdarlıq və natəmizdir və insanı murdar eləyir. Gəlin biz baxaq həyatımıza görə mənim ağzımdan bu günləri çıxan söyüşlər hansılardır? Nə məni gün ərzində natəmiz eləyir? Ağzımız natəmizdirsə biz necə Rəbdən, necə danışaq Rəbdən insanlara? Əgər biz Yaqubun məktubunu oxusaq, orada anlayacağıq ki, Yaqub yazır, dil də otdur. O yandırıb yaxır. Dil üzvlərimizin arasında haqsızlıq aləmidir. Özü cəhənnəmdən alovlandırıldığı kimi bizim həyatımızı da alovlandırır. Yadınızdadırsa İsa Məsih İncildə fariseylərə, dindar ilahiyyatçılara deyirdi, gürzələr nəsli. Nəyə görə demişdi onu? Çünki onlar insanları sancırdılar. Baxın, mən sizə deyim, insansan da addımlayırsan. Güya qarşıdakı ilə ünsiyyət eləyir. Səni görən kimi onunla güya danışır, amma səni atmaçqa atır, səni zəhərləyir. Sodu bilə. Sənin sualın var. Bunu sənə elətdirən kimdir? Eyyub Peyğəmbər deyir, söylə görüm sənin dilinlə danışan kimin ruhudur? Biz başa düşsək ki, bizim vasitəmizlə danışan kimin ruhudur? Əgər bizim vasitəmizlə iblisin ruhu danışırsa, onda vay bizim halımıza. O harda olacaqsa, biz də onunla olacağıq. Ona görə gəlin biz ehtiyatlı olaq, biz ilan kimi insanları çalmayaq. Çünki söz insanı öldürür.
Sən gəlməmisən ki, bu dünyaya kimisə öldürəsən. Allahın əmridir, qətil etmə. Yəni öldürmə. Müqəddəs kəlamda yazılıb. Həyat verən dil şəfa namıdır. Qoy bizim dilimizdə həyat axsın. Qoy bizim dilimizdə İsa Məsihdən danışaq. Qoy bizə heç nə mane olmasın ki, biz onu izzətləndirməyə. Yanan kömür və İsa'nın qanı Yeşaya təmizlənir. Və sonra Allah onunla danışır, deyir, bizim üçün kim gedəcək? Yeşaya deyir, mən yarım. Mən hazıram, məni göndər. Yeşaya təmizlənəndən sonra Allah onu göndərir, deyir, get bu xalqa de, car çəkib bəyan elə. Amma mən isə burada demək istəyirəm. Yan, alış və danış. Yan, alış və danış. Yan, alış və danış. Təmizlən, yuyun, pak ol və yenidən get İsa Məsih haqqında danış. Çünki sən yanmasın, danışa bilməyəcəksən. Çünki sənin həyatında günah varsa Allahın ruhu gəlməyəcək sənin üzərinə. Çünki sənin həyatında günah varsa Allah səndən istifadə eləyə bilməyəcək. Çünki onun birinci işi budur, təmizlənmək. Aleluya. Və Yeşaya etiraf etdi. Tövbədən öncə ən güclü tövbə bilirsiniz hansıdır? Günahı etiraf etmək. Bağışla demək deyil tövbə. Tövbə birinci bağışla deyil. Əgər mənim həyatımda günahımı etiraf etmirəmsə, əks halda mən nə üçün bağışla deyirəm? Onda mənim bağışla kəlməmin də gücü qüvvəti olmayacaq. Əgər mən tövbə edirəmsə, birinci etiraf etməliyəm. İtmiş oğul kimi gəlməliyəm, deməliyəm, ata, mən göyə və sənə qarşı günah etmişəm. Mən daha sənin oğlun adlanmağa layiq deyiləm. Mən pulumu, mən imkanımı xərcləmişəm irgənc insanlara. Ata, mən əxlaqsızlıq etmişəm. Ata, mənim ağzımdan küfür çıxıb, söyüş çıxıb, lənət çıxıb. Mən öz övladıma lənət etmişəm. Mən hissənən kimi dayanmıram. Mən söyürəm. Mən hissənən kimi bunları edirəm. Heç imanlı da var, yox. Söyüşü söyər. Heç imanlı da kimisə anasına, bacısını söyər. Heç imanlının da ağzından söyüş çıxar. Küfür edər. Ata, mən etiraf edirəm. Mənim içim pisdir. Mənim içim natəmizdir. Mənim təmizlənməyə ehtiyacım var. Ata, sənə yalvarım, mənə təmizlə. Çünki mənim bu dilim bəladır. Çünki mənim bu dilim məni cəhənnəmə aparır. Çünki mənim bu dilim mənə şəhadətlik eləyəcək ki, sən bunları demisən. İndi yan, indi alış, indi partla, indi öl. Çünki mənim bu dilimin aqibəti mənə aparacaq ora. Amma Allah səni sevir. Allah səni sevir və istəmir ki, sən orada olasan. O sənin günahına görə İsa'nı qurban verdi. Əgər biz heç nəsiz qardaşımıza, bacımıza raqa, axmaq söyləyirsə, bu bizə bəzən adi gəlir. Amma görün, bu Rəbb üçün nə qədər diqqətlidir, əhəmiyyətlidir ki, bizim ağzımızdan çıxan hər bir şey və deyir, kim qardaşına, bacısına raqa deyərsə, o cəhənnəm oduna məruz qalacaq. Ay aman, nə qədər demişəm yarə. Ay aman, nə qədər söyləmişəm yarə. Ay aman, tövbə edirəm yarə, məni bağışla. Mən də etiraf edirəm burada. Bax, elə bu yerdə, qurbangahın önündə, Məsihin qurbangahının önündə, İsa'nın çarmıxının önündə, onun qanı üçün yalvarıram ki, yerə düşməsin. Roma əskərlərinin üstünə də deyil hətta. Qoy mənim üzərimə düşsün və İsa'nın qanı mənim bütün murdar irgəncliklərimi təmizləsin, bağışlasın. Çünki mənim bağışla təmizlənməyə ehtiyacım var. Sən də indi qalx ayağa, gəl. O çarmıx 2000 ildir ki oradadır. Və İsa Məsih 2000 ildir ki sənə görə qurban gedib. Və sən də dur ayağa çıx, gəl və o çarmıxın önündə etiraf elə. Söylə ki, səni Allah bağışlasın və sən təmizlənəcəksən. Sən təmizlənəndən sonra özünü yüngül hiss edəcəksən və sən bəxtəvər olacaqsan. Və Allah səni göndərəcək və deyəcək, indi get danış ey mənim balam. Get söylə və sənin vasitənlə insanlar gələcək, imana gələcəklər. Allah sənin həyatında möcüzə eləyəcək.
Əziz bacı qardaşlarım, kimə bu vaaz toxundu, kimə bu vaaz təsir etdi, kim gördü ki, mən söyüş söyür, küfür eləyir, qarğış edir, lənət eləyir. Mən onları tövbəyə çağırıram. Mən onları etirafa çağırıram. Mən onları bağışa çağırıram. Mən onları Allahın huzuruna çağırıram ki, onlar təmizlənsinlər. Əgər bizim aramızda ilk dəfə olan insan gəlibsə də, xoş gəlib, buyursun. Sən də bağışlanmaq istəyirsənsə, sənin də İsa'ya ehtiyacın var. Sən də bağışlanmaq istəyirsənsə, İsa var. İsa səni təmizləyə bilər, İsa səni qanı ilə yuya bilər, İsa sənin həyatında öz işini görə bilər. Mən səni tövbəyə çağırıram. Çünki tövbə qapıları açıqdır. Hamının üzünə açıqdır. Amin.